Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 14 noyabr 2025-ci il. Hava isti, arılarımız çalışır. Bugün istədim biraz bal haqqında sizə məlumat verəm. Təbii, xalis bal çərçivələrdə bu qaydada üzəri möhürlənmiş halda illərlə qalsa belə heç bir qorxusu, xətası, xarab olma təhlükəsi yoxdur dostlar. Çünki arı üzərini tamamilə möhürləyib, bəzən arı özü belə bu möhürü açmağa qadir olmur bəzi vaxtlarda. Bu bizim çiçək balımızdır. Yəni may, iyun aylarında çiçəklənən ağac və bitkilərdən yığılan nektardan hazırlanan baldır. Baxın dostlar, artıq xarlanıb. Demək bu balın təbiiliyini, xalis olduğunu sübut edən bir amildir. Balın özünü qoruma funksiyasıdır. Necə ki arıçılıq kitablarında, ədəbiyyatlarda yazıldığı kimi oktyabr, noyabr aylarında xalis bal xarlaşmalıdır, donmalıdır. Kim necə saxlayır, kim nə yolla saxlayır, kim nə qatır saxlayır, bunlarla da mənim işim yoxdur. Mənim saxladığım yerdə heç bir istilik, heç bir atəplinə sistemi yoxdur. Yayda süzdüyüm balı otaq şəraitində saxlamışam. İndi hava 25 dərəcə istidir, bal donub. Bu may balıdır. Yəni iyun ayında süzdüyümüz baldır. Tərkibində akasiya da var, yonca da var, sitrus bitkiləri də var. Bununla işimiz yoxdur. Bu bal isə iyul-avqust ayında süzdüyümüz baldır. Yenə də qabaqcadan deyirəm ki, bəzi anlayışı olmayanlar başa düşsün. Bir ailədən mən bir dəfə bal süzürəm. Hansı ailələr yazda daha tez inkişaf edir, onlar da may balı deyilən, yəni iyun ayında süzdüyümüz baldır. Hansı ailələrdə bir qədər gec inkişaf gedirsə, o ailələrdən biz iyul və yaxud avqust aylarında bal götürürük. Bu balı da aralarında bir ay yarım fərq olduğuna görə bu bal hələ xarlanmayıb. Yəni bu da bir aydan sonra və yaxud ay yarımdan sonra artıq başlayacaq o qaydada donmağa. Deməli, bu həmin baldır dostlar. Baxın. Avqustda süzdüyümüz bal. Mütləq bu da xarlanacaq. Yəni bu belə qalmayacaq. Bunu qoyaq qıraq. Balın xarlanması onun keyfiyyətini göstəricisidir. Vəssalam, bitdi. Kim nə yazır, kim nə deyir, özü bilər. Yəni mən 20 ildən yuxarı arı saxlayıram. Hər zaman oktyabr və yaxud noyabr aylarında mənim süzdüyüm bal xarlaşıb, bitdi. Balı xarlanmaması üçün mütləq bir otaqda eyni temperatur rejimi olmalıdır. Gündüz, gecə, bütün dövrlərdə eyni, dəyişməz hava temperaturu olmalıdır və 30-35 dərəcə isti olmalıdır ki,
bal xarlanmasın. Vəssalam. Bunu da bitti. Baxın. Bu balda iyul ayının 15'inde süzdüğüm baldır. Bir arı ailesinden süzdüğüm baldır dostlar. Bakın. Artık yavaş yavaş donmağa meyillənir. Yəni bu bal möhtəşəm bir baldır, amma yenə də bu donacaq, xarlaşacaq dostlar. Baxın, çərçivədə bal, möhürlənmiş ballar durur. Bunları bugün əgər süzsək, bir həftədən sonra bunlar da başlayacaq xarlanmağa. Nə qədər çərçivənin şanın daxilindədir, bu bal xarlanmayacaq. Necə ki bu süzüldü və süzüləndən bir neçə gün və yaxud bir neçə həftə sonra başlayacaq bu qaydada xarlanmağa. Odur ki dostlar, balımı mən bu qaydada da satıram. İndi kim istəyirsə, onun üçün mən əridilmiş, yəni əridirəm düzgün temperaturda və o insana satıram. Amma qabaqcadan deyirəm, təklif edirəm ki, qardaş, mənim balım bax bu cür donur. O da bunun biologiyasıdır. Bu saxtalığın əlaməti deyil dostlar. Əksinə ən keyfiyyətli olmasıdır. Qoy buradan bir şey də insanlara, baldan anlayışı olmayanlara çatdırım. Çox insanlar hələ də balı yayda belə alıb soyuducuya qoymağa çalışırlar. Demək dostlar, təbii balı soyuducuya qoymağa ehtiyac yoxdur. Bal yeganə məhsuldur ki, qida vasitəsidir ki, xarab olma təhlükəsi yoxdur. Təbii, qatqısız bal. Amma baxın, indi noyabr ayıdır. Bu artıq öz biologiyasında yazıldığı kimi özünü qoruma funksiyasına keçib. Bu balı alsanız, bunu soyuducuya salsanız, soyuducuda xarlanması daha da tezləşəcək. Çünki soyuq dövr başlayan kimi bal xarlanır, təbii bal dostlar. Odur ki, balı aldınız, soyuducuya qoymağa ehtiyac yoxdur. Bal insanın sağlam saxlayan bir məhsuldur. Bal alın, istifadə edin. Yəni bal insanı xəstəliyini sağaltmır dostlar. Bal insanda immuniteti gücləndirir. İnsan da xəstəliklərdən müəyyən qədər qorunur. Yəni daima bal istifadə etmək lazımdır. Balımızın təbiiliyi, keyfiyyətinə də başımızla cavab deyik dostlar. Sağ olun, özünüzü qoruyun.